Sevdiğin insandan ayrılmışsansa bu video tamamıyla senin içindir. Eğer deyirsənsə ki, Allah mənim yaxşılığımı istəyirsə, nə üçün məni o sevdiyimdən ayırdı? Nə üçün ayrılmamıza icazə verdi? Bir cümlə oxumuşdum və çox xoşuma gəldi. Deyir ki, Allah sənin o insan üçün edə biləcəklərini gördü və səni ondan uzaqlaşdırdı. Yəni sənin özünə rəva bildiyin göz yaşları, qəlb qırıqlığı, küskünlük, sən bunları özünə layiq bilsən də, sənin yaradılışında layiq olduğun şey bu değil. Sən özünü böyük bir alova atacaqdın. Allah buna müdaxilə etdi. Da səni cəzalandırmadı. Orada sənə pislik etmədi. Hal-hazırda gözyaşı tökməyin hər zaman gözyaşı tökəcəyi mənasına gəlmir. Sənin olanı sənə vermək üçün sənin olmayanı, sənin qəlbinə yük olanı səni incidə biləcək, səni yora biləcək, səni tükədə biləcək hər nə varsa onlar sənin həyatından çıxartdı. Unutma, heç bir sevgi qırıntısına, heç bir qəlb qırıqlığına razı olacaq qədər